Salam əziz dəyərli izləyicilər. Bugün sizə Oxatan bürcünü təqdim edirəm əzizlərim. Əziz Oxatan, bu həftə elə bir həyatınızın sizi daxildən silkələndiyi, düşüncələrinizi dəyişdirdiyi, bəzi həqiqətləri sizə göstərmək istədiyi bir həftədə əzizim. Sanki görünməyən bir qüvvə sizi bir istiqamətə yönəldirməyə çalışır. Bu istiqamət sizin ruhunuzun həqiqətən getmək istədiyi yoldur. Siz Oxatan bürcü azadlıq, həqiqət, gözəllik axtarış enerjisindəsiniz. Amma bu həftə bu axtarış daha da çox daxili yönələ biləcək. Siz artıq yalnız xarici uğurlarla deyil, daxili elə bir rahatlıqla da maraqlanmağa başlayırsınız. Bax, bu günlərdə baş verən hadisələr təsadüf kimi görünə bilər sizə, amma diqqətlə baxsanız onların arxasında bir məna, bir istiqamət olduğunu hiss edəcəksiniz. Həyat bəzən insanla açıq deyil, bəzən işarələrlə danışır. Bu həftə də deyərdim ki, məhz bu ünsiyyət dövrü ola bilər sizlər üçün əzizim. Bu həftə siz Oxatanlar üçün daxili dalğalanma olduğunu hiss edə bilərsiniz. Bəzən özünüzü çox yaxşı, motivasiyalı hiss edə bilərsiniz. Bəzən də səbəbsiz yerə bir yorğunluq yaşaya bilərsiniz. Bəzi dəyişikliklər sizi narahat etməsin. Bu daxili transformasiyanın əlamətidir əzizim. Bəzi Oxatanlar öz həyatına kənardan baxmağa başlayacaq. Özünüzü belə bəzi suallarla içinizi doldurmuşsunuz, zehninizi doldurmuşsunuz. Doğrudan da istədiyim həyatı yaşayırammı? Və ya niyə mən bu qədər əziyyət çəkdim? Niyə işlərim getdiyi yerdə tərsə oldu bəzən? Ya mən bu yolu davam edimmi, etməyimmi? Yoxsa istiqaməti dəyişdirməliyəm? Ətrafındakı insanlar sənin enerjivə bəziləri uyğun gəlməyə bilər. Elə bir ki, bax, bu həyatınızda ya ailədə, ya ətrafında olan buğa, qız, oğlaq bürcündən varsa, yeni iş planlarınız ola bilər, ya aranızda bir ciddi söhbət ola bilər və ya ofisiniz var, ofisinizi dəyişmək istəyəcəksiniz, böyütmək istəyəcəksiniz, görə bilmədiklərini görə biləcəksən, dəqiq düşünərək qərarların ola biləcək, əmin olacaqsan, hansı yoldan gedəcəyini planlı edəcəksən. 8 həftə içində elə bir borcun varsa, o borcunu bağlaya bilərsən. Bəlkə də birindən dəstək ala bilərsən. Fürsətləri dəyərləndirəcəksən, güclü insanlardan dəstək alacaqsan, yeni sistem qura biləcəksən, önün açılır. Birinin sıxıntısına yardımını deyə bilər. Evliliyi düşünürsən, bəziləriniz evliliyi, yəni sevdiyin insan varsa, onunla ciddi addımlaşma və iki ailə bir-birini tanıyaraq gələcəyə düşüncələriniz var. Sevdiyinlə küsüb barışırsan arada. Həyatına elə bir yeni sistem qurulacaq, güclü olacaqsan, enerjin yüksələcək, özünə inanaraq. Biraz yorğunluqlar var. Bir qadına həyatında diqqət et. Yəni, bu qadın həyatında bəzi əngəllər yarada bilər. Bax, yaradıcı tərəfin də var əzizim. Yaradıcı tərəfin də var. Aprel ayında bir dəyişikliklər həyatında ola biləcək sənin. Ailə mövzusunda sizin üçün daha da həssas günlər ola biləcək. Ailə daxilində bir məsələ yenidən gündəmə gələ biləcək. Keçmişdə yarımçıq qalmış bir mövzu ya da uzun müddət danışılmayan bir məsələ ola biləcək. Bəzi Oxatanlar ailə üzvlərindən birinin davranışına daha da fərqli baxmağa başlayacaq. Bəzən insan illərlə gördüyü bir şeyi birdən-birə başqa cür anlaya bilər. Bu həftə də sizdə də belə bir fərqlilik yarana biləcək. Ailə ilə bağlı ən vacib məsələlər emosiyalarla qapanıb, emosiyalara qapalıb kəskin qərarlar verməməlisiniz çalışıb. Yükün çoxdur əziz Oxatan. Çox yüklənmisən, yəni o qədər məhkəmə ilə əlaqəli işiniz varsa sonuncu ola biləcək. Yükün çoxalıb 5-6 aydır, bəlkə də yüklənmisən, içində boğulmalar, bəlkə də yükün çox olduğuna görə çox darıxırsan, önünü görə bilmirsən.
Biraz toksit olan bir enerji var. Sənət işlərini diqqətlə edəcəksən, vergi məsələlərini həll edəcəksən. 2 ayın içində bəzi maddiyyatla əlaqəli dəyişimlər ola biləcək. Çox şəfqətli, mərhəmətlisən. Bəzi insanlara sərhəd, hətta qohum arasında da bir sərhədlər saxlaya bilirsən. Sənə gələn tərəf sıxıntılar var, tədbirli olacaqsan. Yəni sən öz təcrübələrinlə həyatdan dərs aldın, bəzi haqsızlıqlar gördün. 2 il öncə bir yanlış anlaşma oldu mu, ya bir söz deyildi. Amma sən hər bir kəsin qarşısında dürüstsən. Öz valideyninlə çox, yəni mərhəmətlə, yəni dil taparaq danışırsan, yolla gedirsən. Zehnini qarışdıran bəzi durumlar ola biləcək. Evlə əlaqəli düşüncələrin var. Ev mi almaq istəyirsən, kirayədəsənmi, evi dəyişmək istəyirsən və ya alım-satım işlərinlə məşğul olaraq ev alma gələcəyinə, zamanla alacaqsan inşallah. Bir düzəm işləri edəcəksən, dəyişim, dönüşüm işlərin ola biləcək. Xarici görünüşü bəlkə də dəyişmək istəyəcəksən. Keçmişdə arzu etdiklərin oldu. Bəlkə uşaqlıq illərində xəyallar, yəni çoxlu xəyalların oldu. Onları gerçəkləşdirə biləcəksən. Əqrəb, xərçəng, balıq biraz ya ailədə varsa, ya çevrəndə varsa, oğlaq, bəlkə ailədə də varsa onlardan biri sənin, yəni biraz sıxa bilər, əsəbləşə bilərsən, biraz sakit ol, anlayışlı ol, bu həftə çalış. Bir qədər düşündürücü hadisələr baş verə bilər. Uzun müddət əlaqə saxlaya bilmədin bir qohumdan xəbər alacaqsan. Bəzi oxatanlar üçün bu həftə keçmişlə bağlı bir qapı yenidən açılması ola biləcək. Bir qapı bağlanmış, bir mövzu yarımçıq qalmış, bir münasibət və ya həll olunmamış bir hiss də ola bilər. Həmin məsələyə fərqli yanaşacaqsan biraz. Bəlkə də dostla əlaqəli aranızda olan bəzi səmimiyyətlər ola bilər. Siz azadlığı çox sevirsiniz. Bəzi dostların əsl üzünü görəcəksiniz. Yoldaşlıq eləyirsən, heç dostluq yox, yoldaşlıq eləyirsən. O yoldaşların üzünü görəcəksən. Bir dostunuzun davranışı sizi təəccübləndirə biləcək. Bəlkə də siz əvvəllər görmək istəmədiyiniz bir həqiqəti indi daha aydın görəcəksən. Bu da sizi biraz məyus edə bilər. Eyni zamanda sizi daha da güclü edəcək, inanın. Bax, sizə dəyər verən dost da var, əzizim. O dosta o qədər güvənirsən ki, o dostun da sənə dəyəri deyə biləcək. Həyatınız biraz aktiv ola biləcək. İnsanlarla tanışlığın ola biləcək. Bir insanın cümləsi və ya bir insanın davranışı həyat istiqamətini dəyişdirə bilər. Bəzi insanlar sənin enerjivə uyğun deyil, lap yaxının olsun, qohumun olsun. Çoxunla yenə deyirəm, sərhəd saxlayırsan. Çünki ən yaxın bir qohumva bir yardım əlimi uzadaram, əlimi verərəm, qoluma aparar düşünürsünüz. Ona görə deyirsən ki, arada sərhəd olsun, arada hörmət olsun. Yəni çox yanına gətirmirsən, çox yanında olmağı sevmirsən. Bu həftə sevgi mövzusunda sizlər üçün dərin bir məna qazana biləcək. Əgər münasibətin var, sevgilin varsa, partnyorunla daha açıq söhbətlər edə biləcəksən. Gizli hisslər üzə çıxa biləcək. Əgər subaysansa, bu həftə tanış olmağınız bir insan sizdə gözlənilməz hisslər oyada biləcək. Bu hisslər ani başlaya bilər, amma təsirli, uzun müddətli də ola bilər. Bax, qarşında sevdiyin insan var, 3-cü şəxsə diqqət et, aranı qatmaq istəyə bilir. Ya qarşı tərəfin biriləri gözü götürməyən, yəni aranı, sizin ikinizin bir arada olmağını istəməyən biriləri var. Biraz da kiçik qəzalara fikir verin, əzizlərim. Bir təklif gələ bilər, ala biləcəksiniz. Amma bu təklifin arxasında nə olduğunu tam araşdırmadan qərar vermək düzgün olmaz siz üçün. Riskli adımlardan bu həftə uzaq durun. Maddi baxımından qəfil xərcləriniz çıxa biləcək. Bəzi işlərinizdə, ticarətlərinizdə, biraz alım-satım məsələlərində biraz durğunluq var. Bu durğunluq biraz sizi darıxdırır, sıxır. Amma 1-2-3 aydan sonra yəni xeyli yaxşıya doğru dəyişiklikləriniz ola biləcək. Qəribə təsadüflər yaşaya biləcəksiniz. Bir insanı düşünə bilərsiniz dərindən, anidən ondan bir mesaj gələ bilər, bir yazı gələ bilər. Bir mövzu haqqında düşünürsünüz, onunla bağlı bir işarə görəcəksiniz. Yuxularınıza tanış olmadığınız qəribə şəkildə
bəzi insanlar görə bilərsiniz. Bu həftə tez-tez yuxular görə bilərsiniz. Düzdür, bəzən yuxuları görürsünüz, yadınızda qalmır. Amma elə bir yuxular görürsünüz, yəni narahat yuxular görürsünüz, suya danışın. Yusif Peyğəmbər xeyrə calasın, yəni bu su təmizləsin, aparsın yuxularımı. Yəni əgər narahat bir yuxu görsəniz. Biraz yuxusuzluğunuza fikir verin. Baş ağrıları, boyun ağrıları tez-tez nəzərlənirsiniz əzizim. Hara gedib gəlirsinizsə, işiniz elə bir sonradan biraz çətinliklər keçirirsiniz. Yəni adi deyim ki, qohum evinə gedirsiniz, adi bir dəvət olunan yerə gedib gəlirsiniz. 1-2 gün biraz əziyyət çəkirsiniz əzizim. Sizin enerjinizi elə bir aşağı salmaq istəyən biriləri var. Amma o insan gizli düşmənindir, özünü sənə göstərmir. Amma siz bunu gecə tezi hiss edəcəksiniz. Ona görə bu səbəbdən də enerjinizi qorumalısınız. Hər kəslə hər şeyi paylaşma, düzgün deyil. Hər sirri və hər kəsə də açma. Ruhani inkişafınız baxımından çox önəmlidir siz üçün bu həftə. Həyatınızın mənası haqqında daha dərindən düşünməyə başlayacaqsınız. Düşüncələr sizi qorxutmasın. Biraz təbiətdə vaxt keçin. Ailə içində indi qaynanadı mı, baldızdı mı, ailə içindən biriləri elə bir hər işinizə burnunu soxur, hər işinizə qarışır. Siz də bunu götürə bilmirsiniz. Yəni içinizə atırsınız bəzən. Əməliyyatdı mı olmusunuz və ya ola bilər əməliyyat ola bilərsiniz və ya olmusunuzsa biraz yəni ağrılarınız çəkə bilər. Çox gözəl bir əməliyyatınız keçərək, yəni biraz hələ müalicələr altında qalacaqsınız. Və ailədən biriləri də ola bilər. Tələsmədən çalış, bu həftə qərar vermə. İntuisiyanıza qulaq asın, enerjinizi qoruyun, keçmişi analiz edin. Yəni keçmişdə qalmayın amma. Keçmişdən çıxıb gələcəyi düşünün. Çünki keçmişi bağlayın ki, gələcək sizə yol açın. Yeni insanlara diqqət edin. Bir nəfər sizə bir mesaj yollayaraq, yəni o mesaja oxuyub əsəbləşə bilərsiniz. Həyatınızda dəyişikliklər edəcək, səssizcə dəyişikliklər edəcəksiniz. Bax, gələcək qapıları sizin üzünüzə açılır. Bəzilərinizin o qədər borcu yığmışsınız ki, borcunuz çoxdur, o borcu düşünürsünüz, çox darıxırsınız. Bəlkə də bəziniz ev almışsınız ipotekadan, onu necə çatdıracağım düşünürsünüz. Biraz maaşla əlaqəli, işlə əlaqəli bəzi dəyişimlər sizi narahat edə bilər əzizim. İşinizə yəni tam məmnun deyilsiniz. Bəlkə də bir işdə ikinci işə keçmək istəyirsiniz, ikinci iş əldə eləmək istəyirsiniz. Ya bir restoranınız, bir mağazininiz, bir kafe yeriniz varsa da işləriniz çox çətinliklə gedir. Bu da nəzər içindəsiniz, çox nəzərlənib negativlik içindəsiniz. Ona görə qalxa bilmirsiniz. Əzizim, çalışın ki, bir dənə qorunma yazdırın ya dualara bağlanın, zikirlərə bağlanın. K hərfi, N hərfindən, H hərfindən sizə xəbər ola bilər əzizim. Anidən bir yol olacaq. Bir ailə şirkəti açmışsınız ya ailə şirkəti istəyirsiniz edəsiniz. Qardaşınla biraz da aranızda bəzi incikliklər söhbəti ola bilər. Biraz torpaqla əlləşəcəksiniz bəziləriniz. Torpaqdan bəlkə də əkdiyiniz ya sahə götürmüsünüz, neysə əkirsiniz. Allah xeyrinizi versin. Xeyirli olacaq inşallah ki, bu il üzünüz güləcək əzizim. İnşallah ki, bəzi ağır məsələlərdən bu illəri biraz bəzi oxatanlar üçün bəzi çətinliklər ola bilər. Amma o çətinliklərdən yavaş-yavaş çıxacaqsınız. İşlə əlaqəli iş axtaranlar var, işsiz qalmış, neçə yerə CV vermiş, neçə tanışlara xəbərləmiş. İnşallah da ki, iş yolunuzdan bir nəfərdən sizə xəbər gələcək, təklif gələcək. Maaş sizin ürəyinizi açmaya bilər. Amma gedəndən sonra elə bir 2-3 aydan işləyərək sonra sizə bir başqa təklif gələrək başqa işə keçə bilərsiniz. Gözəl bir işiniz olacaq. Övladınızla da əlaqəli qürur duyacaqsınız və ya övladınızın oturduğu, durduğu insanlara baxın, qarşısında olan insanlara fikir verin. Bir də ailə içində biraz xəstəliklər, infeksiyalar, soyuq dəymələr, ya uşağınızda, ya özünüzdə, ağciyərinizdə, bronxlarınızda problemlər yarana bilər. Biraz ona soğuğa vermişsiniz, bəlkə isti soğuq edib özünüzə yəni fikir verməmişsiniz. Yəni biraz öskürəklə əlaqəli problemlər keçirə bilərsiniz. Aydınlığa çıxırsınız. Biriləri namaza, ailədən birilərinin ya namaza başlayıb, ya ürəyində namaz, ya hicaba girmək istəyib. İnşallah ki, bir ziyarət də görsənirsə. Amma qurbanınız var əzizim. Çoxdan demişsiniz, yadınızdan çıxıb çalışın o qurbanlığı da kəstirin. Biraz da qapınızın ağzında negativ var. Onu təmizləyin. Diqqətinizə görə var olun, sağ olun əzizlər.